Xeyir olsun əziz tələbələr, mən Fərid Qafarov. Bu gün sizinlə 3 may tarixində dövlət qulluğu imtahana düşmüş belə bir maraqlı sual izahına baxarıq. Bizdən soruşur ki, verilmiş fiqurda neçə üçbucaq var? İlk öncə bu tip suallarda kiçik üçbucaqların gələn sayını tapaq. Kiçik üçbucaqlarımız hansıdır? Baxın 1, 2, 3, 4, 5 və 6. Qeyd edirik, kiçik üçbucaqlarımızın sayı 6 ədəddir. Plus. İndi isə buradan baxanda belə bir düzbucaqlı üçbucaq var. Bu düzbucaqlı üçbucağımızı çəkdiyimiz zaman bir dənə böyük düzbucaqlı üçbucaq yaranır və bunun daxilində də bir dənə belə bir düzbucaqlı üçbucaq var. Deməli, 2 dənə üçbucaq buradan görmüş oluruq. Plus. Bu hissəni silirəm ki, qarışıqlıq düşməsin. Belə bir düzbucaqlı üçbucağımız da var burada. Və eyni ilə bunun daxilinə baxdığımız zaman belə bir düzbucaqlı üçbucağı da görmüş oluruq. 2 dənə üçbucağımız bizim burada var. Sonra diqqətlə baxırıq və belə bir buradan düzbucaqlı üçbucağı görmüş oluruq. Üzərinə 1 gəlirik. Daha sonra belə bir üçbucağımız da var. Və ən sonunda bir dənə böyük yuxarıda üçbucağımız var. Sualımızın cavabı olur 13 dənə üçbucaq, yəni A variantı.